Yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Əziz tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Qısa başlığı ilə qarşınızdayım. Fikirləşdim, səhəri şad bir xəbərlə başlayım. Belə ki, qanunvericiliyə əsasən gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Artımın nə qədər olacağını və kimləri əhatə edəcəyini indi söyləyəcəm. Siz isə yeni və maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın. Artımdan nə az nə çox düz 1 milyon 100 min vətəndaş yararlanacaq. Pensiya artımı 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7% artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən gələn ildən pensiyalar təxminən 9,2% artırılacaq. Təbii ki, pensiya yaşına sağlam gəlib çatmaq lazımdır. Bunun üçün isə sağlam qidalanmaq, arada həm də təbii bal yemək mütləqdir. 100% təbii astara balı istəyirsinizsə, arıcı vedai ilə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayın. Mənim adımı versəniz, əlavə hədiyyə də qazanmış olacaqsınız. Bax belə əziz izləyicilər, ağzınız şirin, qulağınız isə hər zaman xoş xəbərlər eşitsin.